Здравствуйте, добрый день, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Мы с вами продолжаем наши уроки, и сегодня работать будем над 12-м уроком. Это из 2 класса новой версии. Наша тема называется «Они живут в лесу». Сначала по картинке будем отвечать на вопросы. Это наше первое задание. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz Rus dili kanalıma. Biz sizinlə dərslərimizə davam edirik və bugün 12-ci dərs işləyəcəyik. Bu 2-ci sinifin yeni versiya kitabıdır. Mövzumuz odur ki, onlar meşədə yaşayırlar və birinci tapşırığımız şəkil üzrə suallara cavab verməkdir. Ответьте на вопросы по картинке. Кого вы видите на картинке? Şəkildə kimi görürsünüz? Canavar volk, dovşansa zayet. Demək, necə cavab verə bilərik? Qısa deyə bilərik volk и заяц və yaxud da deyə bilərik мы видим на картинке зайца и волка. Bu belə tam ətraflı cümləmizdir, daha geniş cümləmizdir. Какого они цвета? Onlar hansı rəngdədirlər? Deyirik заяц белого цвета və yaxud da deyə bilərsiniz заяц белый. А волк серого цвета. Və yaxud da волк серый. Серый bozdu, белый ağ. Где они живут? Onlar harada yaşayırlar? Mövzumuzun da adı belədir. Они живут в лесу. Onlar meşədə yaşayırlar. Они живут в лесу. Вы их видели? Siz onları görmüsünüz. Kim görübsə deyir ki, да, я видела. Kim görməyibsə deyir, нет, я не видела. Прослушайте, повторите. İkinci tapşırığımız hələ internetdə bizim yoxumuzdur. Demək, səslərimiz təəssüf ki, ona görə onu sinifdə ya da necəsə alınsa, qulaq asıb təkrar etmək lazımdır. Burada böyük ehtimal ki, heyvanlar olacaq, sözlər olacaq, deyəcəksiniz və təkrarlayacaqsınız. Теперь третье задание. Укажите картинки, названия которых отвечает на вопрос «кто». Kim sualına. Кто kimdir? Onların şəkillərini göstərəcəyik. 3 dənə heyvan görürük. Demək, dəvə olacaq. Verblüt. Verblüt. Dəvə. Verblüt. Sonra yoş. Bu kirpidir. Yoş. Bəzən yojik də deyirlər. Yoş. Və tısbağa. Çeripaxa. Çeripaxa. Bu da olacaq tısbağa. Bunlar üçü də kim sualına cavab verir. Rus dilində bunlar canlı sayılır. Verblüt, yoş и черепаха. Задание 4. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. Yəni buna uyğun, bu dialoglara uyğun siz də dialoglar quracaqsınız. Так, ребята, вы бывали в лесу? Uşaqlar, siz meşədə olmusunuz? Нет, xeyr. Вы знаете, где живут дикие животные? Siz bilirsiniz, vəhşi heyvanlar harada yaşayır? В лесу, а еще они живут в зоопарке. Meşədə. Üstəlik onlar zooparkda da yaşayırlar. Правильно, дикие животные живут в лесу. Также их можно встретить в зоопарке. Düzdür, vəhşi heyvanlar meşədə yaşayırlar. Həmçinin onları zooparkda da görmək olar. Bu birinci dialoq idi və ikinci dialoq. Вы были раньше в зоопарке? Siz əvvəllər zooparkda olmusunuz? Да, мы приходили сюда с родителями. Bəli, biz bura valideynlərimizlə gəlmişik. Вы знаете, что животных nельзя дразнить? Siz bilirsiniz, heyvanları incitmək və yaxud onlara sataşmaq olmaz. Да, мы постараемся вести себя спокойно. Bəli, biz çalışarıq özümüzü sakit aparaq. Aha, укажите соответствие. Burada uyğunlaşdırmalıyıq. Burada 2 dənə söz verilib bizə. Большой, böyük deməkdir. Маленький, balaca. Demək, hansı heyvanlar böyükdür? Большой deyəcək, hansılar balacadır? Маленький. Demək, yoş sözünü dedik sizə, volk dedik, verblüt dedik, düzdür? İndi digər heyvanları öyrənək. Ayı, medved, medved, medved. Sonra zürafə, jiraf, jiraf, jiraf. Sonra fil, slon, slon, slon. Pələng, tigr, tigr, tigr. Və son olaraq pişik, koşka, koşka. İndi большое hansıları deyəcəyik? Большой deyəcəyik medved, jiraf, slon, verblüt. Bunlar bu digərlərinə baxaraq daha böyüklər. Hətta pələng də biraz böyükdür. Bunlara baxaraq ən böyükləri большой sayacağıq medved, jiraf, slon, verblüt. Маленький deyəcəyik yoş, koşka, tigr и волк.
Belə, bunlar da balaca deyəcəyik. Və son tapşırığımız, запишите elemenты bukvы M и N. Burada M, M oxşuyur Rus, Azərbaycan dilinə biraz. Bir də N hərfi. N hərfini çox vaxt uşaqlar H-dan çaşdırırlar Azərbaycan dilindən. Ona görə burada diqqətli olarsınız. M bukva, большая, маленькая и bukva N. N. Bunları da uşaqlara öyrədərsiniz. Bu qədər suallarınız olsa yazıb soruşarsınız. Sağ olun, uğurlar. До свидания. Увидимся на следующем уроке. Всем хорошего дня. Всем удачи. Пока-пока.